Salam, mən biologiya müəllimi Fatimə Əlifzadə. Deməli qərar verdim ki, sizə situasiya sualı izah edim. Situasiya sualı izah etməkdə məqsədim situasiya sualının həm imtahanda düşməyi, həm də çox yüksək bal verməkdir. Gərək biz imtahanda situasiya sualların cavabları o qədər düzgün və dolğun şəkildə yazaq ki, biz maksimum balı oradan götürə bilək. İndi isə keçək izahımıza. Meşə inci çiçəyi bitkisinin yaşadığı ərazi daxilində zəlzələ baş vermiş, nəticədə bitkinin arealı iki müxtəlif hissəyə parçalanmış və populyasiyalar arasındakı əlaqələr kəsilmişdir. Birinci sual. Hadisənin nəticəsi olaraq meydana gələn təcridin coğrafi yaxud ekoloji növ əmələ gəlməyə gətirib çıxaracağının səbəblərini göstərin. Bizim burada açar sözümüz bitkinin arealının iki müxtəlif hissəyə parçalanması və populyasiyalar arasındakı əlaqənin kəsilməsidir. Əgər areal müxtəlif hissələrə parçalanırsa, bu coğrafi növ əmələ gəlməyə gətirib çıxarır. Burada cavabımız coğrafi növ əmələ gəlmədir. Cavabda yazacağıq ki, hadisənin nəticəsində coğrafi növ əmələ gəlməyə gətirib çıxarır. Çünki coğrafi növ əmələ gəlmədə areal müxtəlif hissələrə parçalanır və populyasiyalar arasında əlaqə kəsilir. İndi isə keçək ikinci suala. Proses bilavasitə mikro yaxud makro təkamülə gətirib çıxarar. Cavabınızı əsaslandırın. Təbii ki, bu proses mikro təkamülə gətirib çıxarar. Çünki mikro təkamül nəticəsində yarım növ və növ əmələ gəlir. Mikro təkamül nəticəsində yarım növ və növ əmələ gəlir. Üçüncü suala keçək. Bitkinin nisbətən kiçik arealda qalmış fərdlərində 600 toxum əmələ gəlirsə, mayalama prosesində cəmi neçə erkək qamet iştirak etmişdir? Həll prosesini göstərməklə yazın. Bizə verilən bitki meşə inci çiçəyidir. Meşə inci çiçəyi örtülü toxumlular şöbəsinin, birləpəlilər sinifinin zambaqlar həstəsinə aid bitki növüdür. Mən sizə bir toxumun əmələ gəlməsində iştirak edən hüceyrələri yazım. Bir toxumun əmələ gəlməyində bir dənə yumurta hüceyrə, 2 dənə spermi və bir dənə mərkəzi hüceyrə iştirak edir. Təbii ki, bunun 3 dənəsi qameti olur. Bir dənəsi dişi fərdin qameti, burada olan 2 dənəsi erkək fərdin qameti olur və bizə erkək qameti soruşur, yəni spermləri. 600 toxumun əmələ gəlməsində iştirak edən erkək qameti soruşur. O zaman biz yazarıq ki, bir toxumun əmələ gəlməyində 2 dənə erkək qameti, yəni sperm iştirak edirsə, 600 toxumun əmələ gəlməyində neçə erkək qameti iştirak edir? Burada yazıram A. A-nı da tapanda 600'ü vururuq 2-yə, bu deyilir 1200. Cavabımız oldu 1200. Və biz beləliklə situasiya suallarımızı həll eləmiş olduq. Əgər belə bir sual düşsə, siz də mənim yazdığım formada həll etsəniz, dediyim formada həll etsəniz, təbii ki, maksimum balı alacaqsınız. Əgər istədiyiniz əlavə izahlar varsa, situasiya sualları olsun və yaxud başqa suallar olsun, mövzu izahı olsun, şərh bölməsində qeyd edərsiniz, mən də onları izah edərəm. İstəsəniz hətta əlavə nəşrlərdən də izahlar paylaşaram. Bunları siz şərh bölməsinə qeyd edərsiniz, istəyib istəmədiyinizdə və yaxud da ki, hansı mövzuları, bölmələrin izahını istəyirsiniz, yazarsınız. Sağ olun, salamat qalın.